Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədi ilə Zəngəzur xəttinin tikintisinə başlanılıb. Ölkə başçısının tapşırığına əsasən Azərenerji tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 kilometr, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhəddinədək 105 kilometr uzunluğunda 2 dövrəli və 1000 megawatt yük götürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Araz çayı boyunca bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt Azərenerji tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 kilometr məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttlə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kilovoltluq yarım stansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib. Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 kilometr məsafədə Naxçıvandan Türkiyəyə 400 kilovoltluq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kilovolt gərginlik sinifi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyası, Muxtar Respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.